ABŞ-ın nüfuzlu Time jurnalı İranda, xüsusilə də paytaxt Tehranda davam edən etirazların zorakılıqla yatırılması zamanı ölənlərin sayının 200 nəfəri keçdiyini yazıb. Türkistan.az Musavat.com'a istinadən məlumat verir ki, nəşr bu məlumatı Tehranda çalışan və təhlükəsizlik səbəbilə adının açıqlanmasını istəməyən İranlı həkimə istinadən yayımlayıb. Məqalədə qeyd edilir ki, cümə axşamı gecəsindən etibarən etirazların miqyası kəskin şəkildə genişlənib və rejimə bağlı təhlükəsizlik qüvvələri bir çox ərazidə nümayişçilərə qarşı birbaşa atəş açmaqla cavab verib. Həmin həkimin verdiyi məlumata görə təkcə Tehrandakı 6 böyük xəstəxanada azı 217 etirazçının ölümü qeydə alınıb. Ölənlərin əksəriyyətinin canlı güllə yaraları aldığı bildirilir. Time qeyd edir ki, açıqlanan bu rəqəmlər hələlik müstəqil mənbələr tərəfindən tam təsdiqlənməsə də, İranda etirazlara qarşı tətbiq edilən zorakılığın miqyasını aydın şəkildə ortaya qoyur. Nəşrin yazdığına görə, baş verənlər fonunda rəsmi Tehran ölkə üzrə internet və telefon rabitəsini demək olar ki, tamamilə dayandırıb. Bu addım həm informasiya axınının qarşısını almaq, həm də etirazların koordinasiyasını çətinləşdirmək məqsədi daşıyır. Məqalədə vurğulanır ki, mümkün ölüm sayının bu həddə çatması İran hakimiyyətinin etirazlara qarşı geniş miqyaslı və sərt repressiya planını işə saldığını göstərir. Time bu prosesin beynəlxalq nəticələrinə də diqqət çəkərək bildirir ki, hadisələr ABŞ prezidenti Donald Trump'ın İrana ünvanladığı son sərt xəbərdarlıqlardan dərhal sonra baş verib. Trump daha öncə bəyan etmişdi ki, əgər İran rejimi küçələrə çıxan etirazçılara qarşı kütləvi qətillərə yol verərsə, bunun ağır bədəlini ödəyəcək. Nəşr xatırladır ki, etirazlar dekabrın son günlərindən etibarən başlayıb və ilkin mərhələdə sosial-iqtisadi narazılıqlarla bağlı olsa da, qısa müddətdə siyasi tələblərlə müşayiət olunan kütləvi hərəkat xarakteri alıb. Son günlərdə aksiyaların intensivliyi artıb, Tehranın müxtəlif rayonları ilə yanaşı, ölkənin digər böyük şəhərlərində də təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşmalar qeydə alınıb.